Salam, hər vaxtınız xeyir olsun. Gündəlik veriliş efirdədir və siz CBC FM-i dinləyirsiniz. Bizi həmçinin izləmək də mümkündür. Bunun üçün CBC FM Azərbaycan YouTube və Facebook səhifələrinə abunə olmağınız kifayətdir. Bugün biz 2025-ci il ərzində böyük qayıdışın miqyasını müzakirə edəcəyik və müəyyən detalları açıqlamaq üçün bizim studiyamızın qonağı var. Qonağımız isə Fuad Hüseynovdur. Fuad müəllim qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavinidir. Hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Təşəkkür edirik ki, gəldiniz. İl bitib artıq və biz rahat-rahat yekunlaşmış ilin nəticələrini danışa bilirik müxtəlif qurumlarla və əsas məsələlərdən biri də artıq böyük qayıdışla bağlıdır. Ona görə istərdim belə bir sual verim ki, neçə ailə, neçə nəfər qayıdıb artıq dədə-baba yurtlarına və artıq belə də keçmiş məcburi köçkün və qaçqın statusunu əldə edib? Öncəliklə dəvətinizə görə təşəkkür edirəm və ölkəmiz üçün, ictimaiyyətimiz üçün ən aktual mövzulardan biri olan böyük qayıdış ətrafında müzakirə aparmaq şəraitinə görə sizə dərin təşəkkürümü bildirirəm. Sualınıza keçid almazdan öncə qeyd etmək istəyərdim ki, bugün biz Azərbaycan xalqı olaraq 5-ci il dönümünü təntənə və böyük sevinclə qeyd etdiyimiz tarixi zəfərimizin məntiqi nəticəsi olan böyük qayıdışın fəxarətini və qürurunu yaşamaqdayıq. Bu şanlı tarixi bizə bəxş etdikləri üçün biz ilk növbədə müqəddəs ruhları qarşısında baş əydiyimiz və Allahdan daim rəhmət dilədiyimiz şəhidlərimizə, Allahdan sağlıq və şəfa dilədiyimiz qazilərimizə və əlbəttə ki, istər tarixi zəfərimizin, istərsə də böyük qayıdışımızın əsas memarı və müəllifi olan Müzəffər Ali Başkomandanımıza borcluyuq. Böyük qayıdış dünya miqyasında öz unikallığı ilə səciyyələnir. Həm öz miqyasına, həm də ki, işğal dövründə məruz qalmış dağıntıların həcminə görə və böyük qayıdış işğaldan azad edilmiş torpaqlarımızın ümummilli iqtisadiyyata reinteqrasiyası ilə yanaşı, ölkəmiz qarşısında 2030-cu ilədək duran sosial-iqtisadi inkişafa dair 5 milli prioritetlərdən biri kimi müəyyənləşdirilmişdir və məhz bunun əsnasında və ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasının davamı olaraq möhtərəm cənab prezidentimizin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə ilk dəfə olaraq Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışı dair birinci dövlət proqramı təsdiqlənmişdir. Və bugün biz fəxarətlə qeyd edə bilərik ki, böyük qayıdış dövlət proqramı uğurla icra olunmaqdadır. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında sözlə ifadə oluna bilməyəcək tərzdə geniş miqyasda bərpa quruculuq işləri aparılır. Torpaqlarımız minalardan və digər patlamamış hərbi sursatlardan təmizlənir. Yeni infrastruktur yaradılır və keçmiş məcburi köçkün sərdaşlarımızın öz doğma torpaqlarına beynəlxalq qanunvericiliklə təsbit olunmuş tərzdə ləyaqətli və təhlükəsiz qayıdışlar üçün Azərbaycan dövləti tərəfindən ölkəmizin ali rəhbərliyinin başçılığı ilə hər cür şərait yaradılır. Və yola saldığımız 2025-ci il böyük qayıdışın artıq 4-cü icra ili idi və çox əhəmiyyətli il oldu. Xatirinizdədirsə, möhtərəm cənab prezidentimiz ilin əvvəlində, səhv etmirəmsə yanvarın 7-sində yerli televiziya kanallarına verdiyi müsahibəsində qeyd etmişdi ki, ilin sonunadək 30-a yaxın yaşayış məntəqəsində keçmiş məcburi köçkün sərdaşlarımızın məskunlaşdırılması nəzərdə tutulur. Və bugün fəxarətlə qeyd edə bilərik ki, həmin hədəfə nail olunub. Artıq 32 yaşayış məntəqəsində həyat bərpa olunub, həyat qaynayır. 65 mindən çox soydaşımız həm Şərqi Zəngəzur, həm Qarabağ iqtisadi rayonlarında yenidən bərpa edilmiş və yaxud inşa edilmiş evlərdə məskunlaşıb, mənzillərdə məskunlaşıb, təhsil alır, müxtəlif sahələrdə fəaliyyət göstərir. Və 32 yaşayış məntəqəsi qeyd edəndə 7 şəhər, Şuşa, Xocalı, Laçın, Kəlbəcər, Füzuli, Cəbrayıl və Ağdam şəhəri, 3 qəsəbə, Xocavəndin Hadrut və Qırmızı Bazar və Xankəndi şəhərinin Kərkiçahan qəsəbəsi və 22 kənd daxildir və xüsusilə Ağdam şəhəri üzərində dayanmaq istərdim. Çünki ötən həftə möhtərəm cənab prezidentimiz və ölkəmizin birinci xanımı
hörmətli Mehriban xanım Əliyevanın iştirakı ilə Ağdamın ilk yaşayış kompleksinin açılışı oldu. Möhtərəm cənab prezidentimiz Ağdama köçən ilk sakinlərlə görüşdü. Onlara evlərinin, mənzillərin açarları təqdim edildi. Və Ağdam bilirsiniz ki, ermənilər tərəfindən tam olaraq talan edilmiş, viran qoyulmuş və o zamanlar Qafqazın Hirosiması adlandırıldı. Bugün isə təkcə Qarabağın yox, ölkəmizin ən füsunkar güşəsinə çevriləcək və ölkəmizin 4-cü ən iri şəhərinə çevriləcək bir Ağdam şəhəridir. Və təbii ki, bu proses növbəti aylarda, illərdə daha da geniş vüsət alacaq, daha da intensivliklə davam etdiriləcək. Onu da qeyd etmək istəyirəm ki, bu yaxın həftələrdə, aylarda daha bir sıra yaşayış məntəqələrinə böyük qayıdışın başlanğıcı gözlənilir. Xankəndi, Zəngilan şəhərləri, Zəngilan, Cəbrayıl, Xocalı, Xocavənd, Ağdərənin bir sıra yaşayış məntəqələrinə böyük qayıdışa start verilməsi nəzərdə tutulub. Və ümumilikdə bilirsiniz mənə nə maraqlıdır? Siz daha sıx danışırsınız qayıdan insanlarla və onların emosiyalarını bizə necə ötürərdiniz? Çünki bəzən hansısa belə deyək, 1-2 nəfərdən müsahibə almaq şansımız olur vaxt baxımından və yaxud da ki, efirdə biz birinin, ikisinin müsahibəsini görürük, amma siz demək olar ki, hamı ilə danışırsınız və bu sizin işinizdir deyə istərdim ki, bir qədər o emosiyaları bizə ötürəsiniz. Əsas da bax Ağdamın üzərində qaldınız, çünki Ağdamda bir ilk idi bu il. Nə danışırlar keçmiş qaçqın və məcburi köçkünlər, necə ifadə edirlər öz fikirlərini? Onu bildirim ki, son aylar, son vaxtlarda böyük qayıdışa maraq olduqca artıb, kəskin şəkildə artıb və məhz bütün bunlar nəzərə alınaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi demək olar ki, öz işini gücləndirilmiş rejim tərzində qurur. Dövlət Komitəsinin rəhbər heyəti tərəfindən olan qəbulların sayı artıb. Hər gün keçmiş məcburi köçkün soydaşlarımızın qəbulları keçirilir. Demək olar ki, hər gün köçk kərvanları yola salınır. Dövlət Komitəsində geniş ictimaiyyətin iştirakı ilə həm Dövlət Komitəsi rəsmiləri, Prezidentin xüsusi nümayəndəliklərinin rəsmiləri, Dövlət Komitəsi yanında İctimai Şura, mətbuat orqanları və təbii ki, keçmiş məcburi köçkün soydaşlarımızın özlərinin iştirakı ilə onlara veriləcək evlərin, mənzillərin bölgüsünə dair tam şəffaflıq və obyektivlik şəraitində püşkətmə mərasimləri keçirilir və mövcud qanunvericiliyə, mövcud qaydalara uyğun olaraq hər bir keçmiş məcburi köçkün soydaşımız ailə tərkibinə uyğun olaraq evlə və yaxud mənzillə təmin edilir. Bundan öncə təbii ki, bütün keçmiş məcburi köçkün soydaşlarımız arasında sorğular keçirilir. Və bu da Dövlət Komitəsi qarşısında dövlət proqramının, tədbirlər planından irəli gələn əsas fəaliyyət istiqamətlərindən biridir. Keçirilən sorğular böyük qayıdışın sütununu təşkil edir və bugünədək 95 min məcburi köçkün ailəsi, hardasa 360 min nəfərə yaxın keçmiş məcburi köçkün soydaşımız arasında 63 müxtəlif şəhər və rayonlarda məskunlaşan keçmiş məcburi köçkün soydaşlarımız arasında sorğular keçirilmiş. Həm telefon vasitəsilə, həm üz-üzə və sorğular nəticəsində toplanan məlumatlar Dövlət Komitəsi yanında yaradılmış qayıdış və reinteqrasiya elektron məlumat portalına yerləşdirilir və digər aidiyyatı dövlət qurumları ilə bütün bu məlumatlar təhlil olunaraq paylaşdırılır. Və təbii ki, keçmiş məcburi köçkün soydaşlarımızın mütləq əksəriyyəti öz doğma torpaqlarına qayıtmaq niyyətini bildirmişdir. Təkcə qayıtmaq yox, həmçinin fəal şəkildə bərpa quruculuq işlərində cəlb olunmasını istəmişlər və hər dəfə biz keçmiş məcburi köçkün soydaşlarımızı qəbul etdikdə onlarda bu nə vaxt bizim kəndimiz, bizim qəsəbəmiz, bizim şəhərimiz nə vaxt hazır olacaq ki, biz də, yəni bu da əlbəttə ki, bizi sevindirməyə bilməz. Yox, qürur verici hal ondan ibarətdir. Əvvəllər əfsuslar biz bu sualın qarşısında aciz idik, amma indi artıq əminliklə
bilirik ki, hər bir keçmiş məcburi köçkün soydaşımız öz doğma əzəli dədə-baba torpağına qayıdacaq. Fuad bəy, deməli, indi belə bir sual yaranır ki, siz özünüz də dediniz ki, 5 illik proqram təsdiqlənmişdi, bu il 4-cü ildir və növbəti il üçün qayıdışın, məsələn, məkan olaraq miqyasını dediniz, rəqəm olaraq bəs nə gözlənilir? Ümumiyyətlə, istək və imkanlar əlavə olaraq siz özünüz də dediniz ki, mina təmizləmə işləri gedir, təhlükəsizlik təmin olunmalıdır, quruculuq işləri olmalıdır. Yəni insanlar tamamilə boş düzənliyə gələ bilməzlər axı, tamamilə rahat həyat şəraitinə qayıtmalıdırlar. Bax bu baxımdan hansı miqyasların əldə olunması nəzərdə tutulub 2026-cı il üçün? Möhtərəm cənab prezidentimiz dəfələrlə bəyan etdiyi kimi, əlbəttə ki, böyük qayıdışın ilk illəri əsasən infrastrukturun yenidən yaradılmasına həsr olunur. Bildiyiniz kimi torpaqlarımız tamamilə dağıdılmışdı, viran edilmişdi. Hətta sıfıra yox, mənfi. Çünki sıfır səviyyəsinə çatdırmaq üçün ilk növbədə torpaqlarımız minalardan və digər patlamamış hərbi sursatlardan təmizlənməlidir. Və əlbəttə ki, infrastruktur qurulduqca təbii ki, böyük qayıdışın prosesi, templəri daha sürətlə gedəcək və möhtərəm cənab prezidentimiz 2025-ci il may ayının 30-da sərəncam imzalamışdı. 2027-30-cu illərdəki böyük qayıdışa dair ikinci dövlət proqramının hazırlanması ilə bağlı konkret tapşırıqlar verilmiş və hal-hazırda artıq ikinci dövlət proqramı üzərində çox aktiv, fəal şəkildə iş gedir və yenə də biz əminik ki, növbəti aylarda, növbəti illərdə böyük qayıdış prosesi daha sürətlə davam etdiriləcək. Biz keçmiş məcburi köçkün və qaçqınlarla danışanda onlar elə elementlərdən bizə söhbət açırlar ki, indi onu ancaq yaşayan bilir və ancaq onlardan öyrənmək olur ki, köç üçün, böyük qayıdış üçün hansı şərait yaradır. Müxtəlif qurumlar, həmçinin sizin qurumunuz və bu belə deyə də sosial müstəvidədir deyə, bəlkə də rəqəmlərə yansımır, amma mən bildiyim qədərilə kifayət qədər böyük dəstək verilir. Bu sadəcə belə deyək, sorğu, daha sonra isə evlərin püşkatılma vasitəsilə verilməsi deyil, bütün mənada dəstəkdir. Mən istərdim ki, biraz da bu işlərdən danışasınız, çünki bu ola bilər ki, xırda işlərdir, amma bu xırda işlər bir dağ boyda adamın gözünə görünə bilər. O dağı kiçiyindən götürür hansısa qurum. O çox böyük bir işdir. Təbii. Ümumilikdə onu qeyd etmək istərdim ki, qaçqınlardan fərqli olaraq ölkə daxilinə köçürmüş şəxslər, yəni məcburi köçkünlərlə bağlı beynəlxalq səviyyədə heç bir konvensiya və yaxud məcbur edici bir qətnamə mövcud deyil. Yeganə sənəd BMT-nin məcburi köçkünlərlə bağlı başlıca rəhbər prinsipləridir və həmin prinsiplərə əsasən milli hakimiyyət orqanları keçmiş məcburi köçkün soydaşlarımızın məskunlaşması ilə, onların sosial problemləri ilə bağlı məsuliyyət daşıyır və bir çox ölkədə ümumiyyətlə məcburi köçkünlərə ancaq sosial statusu verilir. Və Azərbaycan çox nadir ölkələrdən biridir ki, keçmiş məcburi köçkün soydaşlara həmçinin hüquqi status verilib. Onların sosial müdafiəsini təmin etmək məqsədi ilə, hüquqi statuslarını müdafiə etmək məqsədi ilə, bu da ölkəmizin ali rəhbərliyinin siyasi iradəsinin ifadəsidir. Və cənab prezidentimiz də bütün aidiyyatı dövlət qurumları qarşısında verdiyi tapşırıq ondan ibarətdir ki, işğaldan azad edilmiş ərazilərimizdə, torpaqlarımızda keçmiş məcburi köçkün soydaşlarımız üçün ən yüksək standartlara cavab verəcək tərzdə həyat şəraiti yaradılmalıdır. Təkcə yaşayış komplekslərindən söhbət getmir, həmçinin onların sosial problemlərin həlli, məşğulluq, təhsil, kommunikasiya, digər məsələlərlə bağlı kompleks tapşırıqlar verilir və qeyd etmək istəyərdim ki,
yeni qurulan yaşayış kompleksləri ən yüksək standartlara cavab verəcək tərzdə inşa edilir. Bütün zəruri olan sosial, texniki infrastrukturu ilə birgə həm təhsil, səhiyyə müəssisələri ilə, yaşayış obyektləri ilə məşğulluğu qeyd etmək istərdim ki, məşğulluq ümumiyyətlə Böyük Qayıdış Dövlət Proqramının əsas sütunlarından biridir və keçmiş məcburi köçkün soydaşlarımızın həm sosial rifahını yüksəltmək, həm ölkə iqtisadiyyatına töhfə vermək məqsədi ilə işğaldan azad edilmiş torpaqlarımızda müxtəlif istehsalat müəssisələri yaradılır. Sənaye parkları, bilirsiniz ki, artıq 2 iri sənaye parkı fəaliyyətdədir. Ağdam və Cəbrayılın Araz Vadisi Sənaye Parkı, yəni hər iki parkda 50 müəssisə artıq qeydiyyatdan keçib, 50 rezident kimi qeydiyyatdan keçib və 7 müəssisə qeyri-rezident kimi aqroparklar, müxtəlif müəssisələr yaradılır. Bütün bunlar iş yerləri. Əlbəttə ki, bunlar hamısı iş yerləridir və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi də öz səlahiyyəti çərçivəsində həm aidiyyatı dövlət qurumları ilə, qeyri-hökumət təşkilatları da, beynəlxalq təşkilatlarla, məsəl üçün Dünya Bankı ilə bizim birgə layihəmiz var. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması layihəsi və bu layihə çərçivəsində işğaldan azad edilmiş torpaqlara qayıdacaq əhali arasında müxtəlif təlimlər keçirilir. Həm mikro biznesin yaradılması, psixososioloji reabilitasiya, dayanıqlı icmaların bərpası, səfərbər olunması və 60-dan çox peşəni əhatə edəcək belə təlimlər keçirilib və 12 mindən çox artıq keçmiş məcburi köçkün soydaşlarımız həmin təlimlərdən bəhrələnib və artıq doğma torpaqlarına qayıtdıqda peşə vərdişləri əldə edib. Əlbəttə ki, bu proses kompleks şəkildə digər dövlət qurumları ilə həm prezidentin xüsusi nümayəndəlikləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Elm və Təhsil Nazirliyi, Təbii Səhiyyə Nazirliyi və digər KOBE, Kiçik və Orta Biznes İnkişaf Agentliyi və digər qurumlarla sıx əməkdaşlıq şəraitində həyata keçirilir. Fuad müəllimin demədiyi bəzi məqamlar oldu. Mən istərdim vurğulayım. Köç zamanı yük daşımalarda dəstək. Bəli. Ümumiyyətlə köçürmənin texniki təşkilati məsələlərin həlli də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qarşısında duran əsas vəzifələrdən biridir və artıq püşkatma tədbiri yekunlaşdıqdan sonra hər bir keçmiş məcburi köçkün soydaşımız ailəsi həm yük maşınları, həm sərnişin nəqliyyatı ilə təmin edilir. Onların mebelləri, ləvazimatları, avadanlıqların öz doğma torpaqlarına yenidən qurulmuş evlərinə çatdırılması üçün Dövlət Komitəsi tərəfindən hər cür şərait yaradılır. Və minlərlə belə bir xırdalıq var, hansılar ki, bizə sadəcə vaxt olaraq qeyd edə bilməyəcəyik. Mən minnətdaram sizə, qonaq gəldiyiniz üçün bizə. Mən sizə minnətdaram və arzum ondan ibarətdir ki, hər bir keçmiş məcburi köçkün soydaşımız tezliklə Böyük Qayıdışın sevincini və qürurunu yaşasın. Xalqımıza isə yeni ildə xoş və firavan həyat arzulayıram. Təşəkkür edirik. Mən sizə təşəkkür edirəm. Bizim qonağımız Fuad Hüseynov idi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini. Biz isə işimizi yekunlaşdırırıq. CBC-də qalın. CBC FM Azərbaycan YouTube və ya Facebook səhifələrini də izləyin. Sağ olun, salamat qalın.